günə var qədər Aləmşah bəyimin 1501-ci ildə Təbrizdə güya Şah İsmayılın əmri ilə edam edilməsi haqqındakı məsələ tamamilə uydurmadır. Aləmşah bəyin Hicri 929-cu ildə, miladi 1522-23-cü illərdə vəfat edib öz əcəli ilə. Məzarı da Ərdəbildədir və hətta Şah İsmayıl zamanındakı hadisələrin də içində yer alır. Və bu da o dövrün mənbələrində də bu barədə məlumatlar var. Şah İsmayıl iqtidarla yüksələndən sonra ögey anasını öldürür. Deməli, öldürmə səbəbini Venesiya mənbələri ki, orada zaten ögey anasını öldürdüyü qeyd olunur. İtalyancada ana Padre olaraq yazılır. Ögey ana isə Patrigna. 16-cı əsrə aid olan orijinal versiyada Patrigna olarak, yani ögey ana olarak Şah İsmail'in ögey anasını öldürdüğü vurgulanır. Adre olarak vurgulanır. Yani ögey anasını niye göre öldürür? Venesiyalı müellif bunu bu cür izah edir ki, həmin adın Şeyh Heydərin öldürülməsindən sonra bu adın deməli Şeyh Heydəri öldürən, onun öldürülməsində iştirak edən Ağqoyunlu əmirlərindən biri ilə evlənir. Şah İsmail de bunu təbii ki uşaq vaxtlarından etibarən beynində bir xəyanət, yani onun hafızasında alır ve daha sonra iktidara gələndən sonra ilk işlərindən biri həmin adının öldürülməsi olur. Roger Savory'nin Hacılı Xanım adlı bir məqaləsi var. Hacılı Xanımın əsir edilmədiyi nəticəsində var. Az əvvəl dediyiniz həmin o İtalyalı müəlliflər, Venesiyalı müəlliflərdən söz açdınız siz. Həmin o Venesiya mənbələrində onların arasında tacir var. Sizdə anonim Venesiyalı tacir diye anılan bir adam var. Çaldıran müharibəsi zamanı, daha doğrusu ondan əvvəlki zamanlarda Azərbaycanda olub. Ama həmin o Angelello dediğiniz, Caterino Zenoki dediğiniz, onların ölümündən sonra bu onların seyahatnamelerini uzadan, onlara zeyiller hazırlayan şəxslər Çaldıran Savaşı'ndan söz açarkən deyirlər ki, Şah İsmayıl xanımı, Hacılı xanımı da yanına alarak Təbrizdən ayrıldı. O dövrün Venesiyalı mənbələrində olan bir məlumat. Daha sonra Səfəvi mənbələri də eyni faktlar bulur. Səfəvi mənbələri də Hacılı xanımın Çaldıran Savaşı'nda şəxsən iştirak etdiyi və oradan sağ-salamat ayrılıb yenidən Şahın yanına gəldiyini xüsusi olarak vurguluyor. İlk zamanlarda bu Çaldıran Savaşı sonrasında yazılan Osmanlı mənbələrində də Hacılı xanım haqqında ümumiyyətlə onun əsir düşməsi haqqında heç bir məlumat yer almır. Ədai Şirazi adlı bir Osmanlı müəllifi var. Bu özü İranlıdır ama Sünni olduğu için Osmanlı'nın tərəfində yer alır. Ədai Şirazinin Səlimnaməsi var. Çok uzun bir əsərdir. Şah İsmail'den çox narazı olan bir adamdır. Şah İsmail haqqında həqarətlər yazmaq. 1520-21-ci illərdə hazırlayır. Bir kəlmə belə Hacılı xanımın əsir düşməsi və yaxud da Aləmşah bəyimin öldürülməsi haqqında heç bir məlumat vermir. İlk dövr mənbələrdir. Hardandır bu məlumatlar? Bu məlumatları ortaya atan 16-cı əsrin son illərində, baxın, bu hadisədən uzun illər sonra 16-cı əsrin son illərində əslən İsfahanlı olan, yenə də İranlı sünni bir ailədəndir özü, Xoca Saadəddin Əfəndi. Osmanlıda yüksək vəzifələr tutan bir adam oldu. Bir müddət Osmanlıda Şeyxülislamlıq məqamında belə yüksəlib. Xoca Saadəddin ilk dəfə, o da 100% vurğulamır ki, Hacılı xanım əsir düşür. O deyir ki, bu arada iki dənə məlumat var. Bir məlumata görə döyüşdən xilas olub oradan ayrılır. Bir məlumata görə isə ola bilsin deyirlər əsir düşür. Bax, belə bir şayə şəklində beləmiş. Amma 17-ci əsr Osmanlı müəllifləri artıq sanki həqiqətən də real bir hadisə kimi oxuculara izah edirlər, anlatılır. O dövrdə Səfəvilərlə Osmanlılar arasında ideoloji, eyni zamanda psixoloji bir savaşda var idi və Osmanlı müəllifləri Şah İsmail'in anasını öldürməsi, daha sonra arvadının əsir düşməsi falan kimi belə şayələr uydurmaqla, eyni zamanda Səfəvilər bu şayələrlə bir sıxışdırırdılar, onları hörmətdən salmaq istəyirlər. 16-cı əsrin sonlarında uydurulmuş olan bir şey. İndi belə bir şey də var ki, Hacılı xanım əsir düşüb güya, daha sonra Nəsib Paşazadəyə öz qızıllarını verib güya, Nəsib Paşazadə də bunu artıq əsirlikdən buraxıb. Yəni bu tamamilə absurd bir iddiadır. Birincisi, həmin müəlliflər iddia edirlər ki, Hacılı xanım əlində qılınc vuruşurdu. Əlində qılınc vuruşan bir xanımın üstündə qızıl, cəvahirət neyinir? İkincisi də ki, Sultan Səlim bilirsiniz də zalim bir hökümdar oldu. Bəli, Yavuz deyirlər. Bəli, bu fakt əgər mənbələrdə əksini tapırsa və bunu hamı bilir. Belə bir adamın sağ qalması mümkün idi mi yəni? Şahın həyat yoldaşını əsir sonra qızıllarını alıb bıraxıb. İkincisi o qızılları Hacılı xanımın ona verilməsində nə ehtiyac var? Və əsir olan bir şəxsin nəyisə müzakirə eləmək, özüsü bir imtiyaz əldə etmək, nəyisə verib qat etmək imkanı mı var? Üçüncüsü, Nəsib Paşazadə
Hacılı xanımı əsir alıb Sultan Səlimin huzuruna aparsaydı, ondan da çox bir qismə də Sultan Səlim verərdi ona. Bunlar tamamilə absurd və Osmanlı müəlliflərinin çox sonralar uydurduqları hadisədir bunlar. Yəni çünki ilk zaman Osmanlı müəllifləri belə bir iddia etmirdilər.